Kosi Sankta Akın Altan tərəfindən səsləndirilmiş 12 dəqiqəlik səsli hekayədir. Qədim bir Afrika hekayəsi olduğunu deyir öncədən. Deməli 12 dəqiqəlik, yəni bu qədər qısa bir hekayədə o qədər mövzuya toxunub, cəmiyyətdəki ikiyüzlülükdən, dini dəyərlərin saxtalığından tut, yəni hər tərəfli mövzulara, əxlaq mövzusuna toxunub, yəni bu qədər qısa bir hekayədə bu qədər dərin mövzular. Deməli, Kosi Sankta dini tərbiyə görmüş, basqıcı bir ailədə, belə deyim, böyümüş bir gənc qızdır. Hansı ki, o evlənmə yaşına çatır və evlənmədən öncə gedir bir kahinin yanına. Kahin isə ona deyir ki, sən 3 dəfə xəyanət edəcəksən və xəyanət etdikdən sonra, bu üçüncüdən sonra sən artıq müqəddəs mərtəbəsinə yüksələcəksən. Düşünürəm ki, bu müqəddəs mərtəbəsi dediyi rahibələri nəzərdə tutur. Çünki rahibələr də biz bildiyimiz kimi kilsə məbədlərdə, yəni kilsələrdə fahişəlik edən qadınlara verilən adı. Bakirə Məryəmin də hətta o kilsə fahişələrdən olduğu deyilir. Hansı ki, onlar sırf kilsədə xidmət göstərdikləri üçün cəmiyyət tərəfindən, yəni fahişədirlər, amma cəmiyyət tərəfindən hörmətlə qarşılanırlar. Hansı ki, bir də onlar, yəni bilirik ki, başlarını örtürlər rahibələr, digər insanlardan fərqlənməsi mənasında. Yəni toplumda bu qadınlar hörmətə layiq görülür. Başlarını, yəni hər qadın bağlaya bilmir. Amma bir tərəfdən də özəlliyi, yəni bu baş bağlamağın altında yatan səbəb bunların kilsə fahişəsi olmasıdır. Və düşünürəm ki, ona bir göndərmədir. Bilmirəm, yəni yanılmış da ola bilərəm. Əsərin bir analizini və s. tapmadım, amma çox xoşuma gəldi. Daha sonra Kosi Sankta əlbəttə ki, kahinin bu dediklərini eşidəndə əsəbləşir, hətta onu təhqir eləyir, o olduğu yeri tərk eləyir, çünki o belə bir şey eləyə bilməz. Burada qədərçilik mövzusuna biz toxunuruq, daha doğrusu Walter toxunur. Qədərçilik nədir? Bildiyimiz Edith hekayəsində Freydin məsəl üçün öncədən hər şey görülüb. Sən məsəl üçün, sənin taleyin budur ki, atanı öldürəcəksən, ananla cinsi əlaqəyə keçəcəksən, hansı ki, yəni Freydin əsas psixanalizmin belə deyim, əsas mövzusu da elə bu mifdən çıxır. Oğlan uşağının anaya olan cinsel istəyi, ataya o rəqib kimi görməsi. Yəni bu qədərçilik mövzusu elə burada da işlənilibdir. Yəni yazılmış bir ssenari var, hansı ki Allah bizi yaradıb, burada da dini görüş öncədən təbliğ edilir. Allah bizi yaradıb və onsuz da, yəni hansı bəndəsinin nə seçəcəyini, cənnətə və yaxud da ki cəhənnəmə düşəcəyini onsuz da bilir. Məsəl üçün deyirlər, azad iradə var, seçim verilir, amma sən yaratdığın bəndənin də şeytana uymayacağını bilirsən də əslində belə baxanda. Və yaxud da ki, cənnəti öncədən belə deyim, yandırıb hazır qoyursan. Çünki bilirsən ki, yəni insanlar bura gələcəklər, sənin qadağa qoyduğun şeyləri eləyəcəklər. Yəni çox absurd və sadistcə bir yaradıcıdır. Və bu qədərçilik mövzusu, hansı ki, öncədən kahin deyir, xəbərdarlıq eləyir, amma qız deyir, yox, mən belə bir şey mümkün deyil, bu ola bilmərəm. Çünki əxlaqi dəyərlərlə böyüdülübdür, yenə də deyirəm. Daha sonra o evlənəndən sonra toyunda deyəsən bir oğlan görür, ona aşiq olur. Hansı ki, həmən oğlan çox yaraşıqlıdır, yaşadığı qəsəbədəki bütün qızların könlünü ələ alıbdır. Ərlər və analar o oğlandan nifrət eləyir. Yəni bir növ cəmiyyətdə hansı ki, sevişli bir bakirlə bir bakirə birinə milli dedilər, birinə fahişə. Yəni kişilər eləyəndə, kişi nə qədər belə deyim, qadınlarla olursa, eşq həyatı yaşayırsa, macəra yaşayırsa, o qədər qiymətləndirilir, dəyər görür. Yəni kişi o qədər cəmiyyət tərəfindən hörmətə layiq, nə qədər eşq macərası varsa, qadın da yəni bir dənə belə olsa əxlaqsız olmuş olur. Yəni bu da toplumdakı əxlaq dəyərlərinin ikiyüzlülüyünü bizə yansıdır. Və Kosi Sankta ilk başlarda oğlan bunların evlərinə gəlir, amma daha sonra ər başa düşür ki, bunların arasında bir münasibət var və bəhanə eləyərək həmən oğlanı evdən uzaqlaşdırır. Lakin daha sonra oğlan rahib geyimində, rahib obrazına bürünərək gəlir Kosi Sanktanı görməyə. Burada xoşuma gələn ifadələrdən 12 dəqiqəlik bir hekayədir. Yəni o cümləni orada tutdum və çox xoşuma gəldi.
Deyir ki, Kosi Sanktanı əldə eləmək çətin idi deyə, yəni hətta ona aşiq də olmuşdu. Yəni biz bilirik ki, qovuşduqdan sonra adi sevgi dediyimiz şeylər, romanlarda, əfsanələrdə oxuduğumuz şeylər bu gün yəni qovuşursan, qadağa olunmur, məişətə düşəndə o böyük gözləntilərin, yəni məişət səviyyəsində belə yox olub gedir o hisslər. Və yəni əldə eləmədiyin şeyə duyulan hissi belə deyim. Və orada da o sevgi romantizmini o cümlə ilə bir cümlə ilə mənim gözümdə yerlə bir eləyir. Daha sonra ər amma anlayır ki, yəni ərinin adamlar ona xəbər verirlər ki, rahib geyimində həmin adam gələcək və həmin adam gələndə onu tuturlar, öldürürlər. Daha sonra onun əri, Kosi Sanktanın əri belə deyim, cinayət işi açılır desəm çox kriminalcı olacaq. Yəni bunun hekayəsi burada bitir. Daha doğrusu kahin Kosi Sanktaya deyir ki, sən yəni bir müqəddəs bir iş üçün də, yaxşı bir amal üçün əxlaqsızlıq eləyəsən, müqəddəs səviyyəsinə qalxdırsan. Hekayənin də mövzusu, yəni niyyət olaraq, yəni bir insanın həyatını xilas eləmək üçün əxlaqsızlıq eləmək sual işarəsi. Yəni olarmı? Məsələn, Kant tutalım. Kantda deyəndə ki, sizin evinizə məsələn birisi gecə vaxtı qapınızı döyür və sizdən gizlətməyinizi istəyir. Siz həmin adamı bilsəniz ki, yəni yerini desəz həmin adam öldürəcəklər, yenə də doğrunu deyərdiniz, yəni yerini deyərdiniz, yoxsa heç bir halda yalan danışmazdınız. Yəni bir mənalı olaraq yalana, məsələn, Kant ağ-qara olaraq adlandırmır. Yalan yalandır, amma biz düşünürük ki, yaxşı bir niyyətlə, məsələn, bir insanın həyatını tutalım xilas eləmək üçün yalan danışmaq olar. Kant bu mövzu çox radikaldır. Burada da yəni bir insanın həyatını xilas eləmək üçün əxlaqsızlıq eləmək olarmı mövzusu üzərindəndir. Deməli, ən xoşuma gələn cəmiyyət bir tərəfdən qadınları əxlaqlı olmağı diktə eləyir, dinlə onları sıxışdırırlar, ailələr o qızları din baskısı altında böyüdür, namus anlayışı, əxlaq anlayışları qızlara diktə edilir. Amma eyni toplumda Kosi Sanktanın hekayəsində gördüyümüz kimi həmən toplum yəni qadını bir növ məcbur eləyir o əxlaqsızlığa. Hansı ki, kişi ilə qadının birlikdə olması əxlaqsızlıq deyil, amma yəni cəmiyyətin gözündə, yəni cəmiyyətin əxlaq dəyəri ilə dəyərləndirdiyim üçün, yəni həm deyirlər ki, qadının kişilərlə birlikdə olması əxlaqsızlıqdır, həm də qadın yəni bu əxlaqsızlığı tək başına eləmir onsuz da, yəni kimləsə birlikdə eləyir də. Niyə sadəcə qadın üzərindən dəyərləndiririk bu mövzunu və yaxud da ki, niyə kişi eləyəndə yenə də deyirəm, daha hörmətə layiq olur, amma qadında əxlaqsızlıq etiketi olur. Daha sonra deməli qardaşı ilə səyahətə çıxırlar. Səyahətdə onların quldurlar qarşısına çıxır və onun qarşısına, Kosi Sanktanın qarşısına şərt qoyurlar ki, ya mənlə birlikdə olacaqsan və yaxud da ki, qardaşını öldürəcəyik. Və Kosi Sankta da fikirləşir ki, onun qardaşıdır, onun həyatını xilas eləmək üçün olar bu şey və o adamla birlikdə olur, qardaşının həyatını bu cür xilas eləyir. Və düşünürəm ki, əslində gedişata baxanda bu şeylər əslində modern zamanda da belə böyük bir dəyişimlər yoxdur. Qadınlar hələ də bənzər şeylərə məcbur edilirlər. Üçüncü xəyanətin gerçəkləşməsi isə deməli, uşağı xəstələnir və uşağını həkimin yanına aparır. Həmin həkim də deyir ki, mən pul istəmirəm, uşağı sağaltmağımın, yəni həyatının qarşısında məndən birlikdə olmalısan. Və Kosi Sankta fikirləşir ki, yəni mən qardaşım üçün də bunu eləmişəm, indi isə övladımdır, yəni övladımın həyatını xilas eləmək üçün bunu eləməliyəm. Və üçüncü müqəddəs bir məqsəd üçün, bir həyat xilas eləmək üçün əxlaqsızlıq eləmiş sayılır və ondan sonra müqəddəs olur. Belə deyim, bir növ düşünürəm ki, yenə də deyirəm, düşünürəm ki, o da rahibələri nəzərdə tuturdu və belə satirik bir üslubda həm toplumdakı o qadınların situasiyasını, həm kişilərin o ikiyüzlülüyünü, həm patriarxizmi, həm Allahın o qədərçilik dediyimiz o anlayışı, hansı ki, əvvəldən onsa kahin onu demişdi, yəni bu adam belə çıxır ki, sadəcə icra edici funksiyadadır. Yəni onsa sənin hekayən əvvəlcədən yazılıbdır, seçim və s. yoxdur. Yəni əvvəldən deyilən ssenarini yaşamış olduğun qədərçilik mövzusu və düşünürəm ki, Kosi Sankta 12 dəqiqə, yəni çox qısa bir hekayədir. Bir də Akın Altanın səsindən və Volterin əsəri. Düşünürəm ki, yəni qısa bir hekayə dinləmək istəyənlər üçün möhtəşəm bir
hekayə olardı və Kosisankda 12 dəqiqə olmasına baxmayaraq səhifə olaraq yəqin ki, bilmirəm 5 səhifə və s. olur. Çox qısa bir hekayədir, bəlkə də daha qısa. Və bunun üstünə düşünürəm ki, bu qədər qısa bir hekayənin üstünə o qədər hər tərəfli, hər yöndən müzakirə eləyib danışmaq olar ki, əlbəttə ki, belə tək danışanda maraqsız olur. Bu videolarda əsasən yəni sanki dost-tanışla danışır, müzakirə eləyirmiş tərzdə çəkirəm əslində. Amma tutalım bir ortama bu mövzunu, bu hekayəni tutam, ayaqüstü qoyub, çünki qısa bir və yaxud da ki, heç kitab olaraq yox, 12 dəqiqə dinlədib, sonra üstündə qəşəng müzakirələr açmaq olar. Akın Altanı da sevirəm, Walter'ı da sevirəm, Kosisankda möhtəşəm idi. Qısa hekayə dinləmək istəyənlər bunu dinləsinlər mütləq.